İstərin tədbirimizi ilk sözünü ömrünün bütün hissəsini Azərbaycanın ərazi bütövlüyü, devlətçiliyi uğrunda, özellikle Güney Azərbaycan türklərinin hər zaman bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmasında böyük rolu olan millət vəkili Fərəd Quliyevə. Teşekkür ederim hoşçakalın için. Birazdan da teşekkürlerden başlayalım. Biz devletin başkanımızın ziyaretliği azdan çok bakacağız. Ben sınavımızı salamlayacağım. Size vereceğim ki tədbirin böyük kişiliği orada iştirak edilənlərin tərkibindən daha çox, tədbirin mahiyyətindən çox asıldır. Və burada iştirak edən insanların hər biri özü çox ciddi ictimai rəyliliklər olan insanlardır və burada baş verənlər, danışanlarda cəmiyyətlə görüşmə imkanlarımız olacaq. Kiçik bir yerdə internet dünyasında o tədbirin yayılması üçün imkanlar çoxdur və mən çox arzulayıram ki, tədbir ictimailəşməsi mütləq əksini tapsın qazanışımızda. Çünki söhbət bir təşkilatın keçib tədbirin gedir, bir millətin talihindən və ondan münasibətindən gedir. Əgər bugün işğalda qalan bir millətin, bir hissəsinin öz ana dilində danışmaq üçün bu uğrunda belə bir mübarizə aparmaq zorunda qalırsa, bu dünya üçün bir utancdır. Sivil dövlət özünatlarından utancdır. Beynəlxalq təşkilatlar üçün utancdır ki, gözləri önündə bir müddət özündə danışmağın mücadeləsini aparır, 21-də. Yəni, biz bu rəzalətin bir xalqa yönəlmiş rəzalət yox, bəşəriyyətə, dünya yönəlmiş bir rəzalət olduğunu qabartmalıyıq, göstərməliyik. Biz mübarizəmizdə tək olmayaq deyə, həm də bizim bu mübarizə təkcə bizim mübarizə deyil deyə, bu kimi tədbirləri istimalləşdirməli və dünyanın özünü demokratik adlandıran, bəşəri dəyərləri üstünlükdə tutmaq üçün güya çaba göstərənlərin nəzərdə tutulmalıyıq. Qloballaşan dünyada vahid ailə sistemində yaşamağı əsas göstərən dövlətlər çatdırmalıyıq ki, sizin gözünüzün önündə bir İran imperiyası nəinki çox saylı bir Azərbaycan türkünün, az saylı xalqlarla birlikdə nəinki ərazilərində özünün ədalətli açıqlıqsuz bərpa eləməsinə razı olmur, hətta öz dilində danışmağa bile razı olmur. Və bu cür zoraki üsullarla bir millətin hüquqlarını, elementar hüquqlarını pozan bir dövlətin hərəkətlərinə göz yumanda, bir imperiya hərəkətlərinə göz yumanda, təbii ki, o günün birində demokratiyanın üstün vəziyyəti gəlməyəcəkdir. Günün birində daha da o İslam halkına saldığı xalqların və ərazilərin hesabına zoraki durumunu davam etdirmək üçün bugün narahat olduğu nüvə silahının əldə olunmağına da gətirib çıxaracaq. Ona görə ilkin mərhələdə, yəni bir millətin hüquqları pozulanda ona etirazlar olunmalıdır ki, onun əleyhinə tədbirlər görülməlidir ki, belə bir rəzalət yaranmaz. Belə bir prezident, belə bir ənənə yaranmaz. Bugün Ermənistan, Azərbaycan əraziləri işğalda da gözlənilməsi eyni ənənənin yaranmasını gətirib çıxaran bir şey. Yəni, o mənada bu kimi tədbirlərin görülməsi mümkündür. Mən burada oturulan demək olar ki, əksəriyyətini tanıyıram. Bilirəm ki, hər bir ömrünüzün əsas özünüzü tanıyandan əsas hissəsini millətin haqqı uğrunda mübarizə sərfələn insanlarsınız. Və güman edirəm ki, bizim bu mübarizənin o son etaplarını yarıb çatmaqda da artıq biz bir günləri rəhmətlik bizim öndərimiz, bizim başkanımız, yolbayımız Əlbət Elçibəyin 60-cı illərdə bütün Azərbaycan haqqında dediyi fikirlər, İsrail alması haqqında dediyi fikirlər, Dünya Azərbaycan haqqında dediyi fikirlər lav obyektinə çevrilirdisə, indi artıq hər kəs Güney Azərbaycandan, bütün Azərbaycan danışmağı siyasətin köklüyə çevirməyə başlayır. Çox yaxın illərdə, bir neçə il əvvəl aparıcı öz adlandıran böyük təşkilatlar İran adlı imperiya çox yumuşaq davranışlar nümayişlər edilirsə, bugün onun üstünə geçməklə hansı məqsəddən olursa olsun, siyasətdən köklü hesab edilir. Bizim üçün fərqi yoxdur ki, Milli Azadlıq Hərəkatında, yəni mən bunu deyəndə hesab eləmirəm ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı vardır. Var bir çox Azərbaycan Milli Azadlıq Hərəkatı və bu Milli Azadlıq Hərəkatının Güney qolu vardır. Bir tərəfdə biz nailiyyətlərə əldə eləmişik, Güney hissədə nailiyyətimiz vardır. Milli Azadlıq Hərəkatı davam edir və bunun Güney hissəsində Avropanın çoxusu Güney doğumlu qardaşlarımızın düşməsinə baxmayaraq, Azərbaycanın hər yerində yaşayan, Azərbaycanın yeni təkcə Güney Azərbaycan yaşamasını nəzərdə tuturam. Borçalda, Dərbənddə, başqa ərazilərdə yaşayan bütün Azərbaycanlılar, diasporaya dağılmış bütün Azərbaycanlıların haqq işliyində, Milli Azadlıq Hərəkatında davamlı olaraq da o hərəkətə dəstək verməsi mütləq vacib şəkildir. Necə ki,
Kuzey Azərbaycanda o Milli Azad Hərəkatının Kuzey qolunda işlər daha çox aktiv məqamda olanda Güneydən dostlarımız burada dəstək verir, Güneydə olan dostlarımız, məsəl üçün Əliza Anambəyli Güneydən gəlib Qarabağda savaşırdı. Və yaxud da Səhət Hərəkat dönəmində Güney tərəfdə çox ciddi şəkildə biz dəstək aldıq. Bu gün də ağırlıq Güneydə olan soydaşlarının düşməsi baxmayaraq bütün Azərbaycan gücləri, bütün Azərbaycan xalqı başqa azlıqlarda bu Milli Azad Hərəkatına öz dəstəyini verirlər. Yəni bu bir tamdır və bu tam yekunlaşana qədər də hər bir məsələlərə əl qoymaqda davam edilir. Mən fikirləşirəm ki, bəzi məqamlarda bu məsələlərə belə yarımçıq baxanda, adamlar bu məsələlərə ötəri baxanda bayaqki fikrini davam etdirəm. Yadlarına salmırlar ki, dünənə qədər lav elədikləri, utopiyalandıqları məsələ artıq bugün gerçəyə çevirdir. Çünki fərqi yoxdur, bunu kim həyata keçəcək? Əsas olan bu düşüncənin, bu zehniyyətin hakim olması, sabah əməl olaraq həyata keçməsi. Bunu kim həyata keçirsə keçirsin. Biz bunu yaşamışıq. Bir günləri biz bayraqları qaldıranda, o bayraqları əlimizdə alıb cıran polislər, mən tez nokta bunu gördüm, artıq o bayrağı ehtiramla büküb bağırlar olsun. Ne gözəl, yəni biz bunu istəmişdik. Və yaxud da biz bir dəfə şəhidlər yabandan ziyarət edəndə özümüzdən Bozqurt heykəlini götürmüşdük. Bizim polisə qabağımız şəxslər dedilər ki, hara pas bu iti? Və dedik, bu Bozqurtdur. Dedi, yox, siz deyir, günün birində deyir, o bayrağı da hərlədisiniz, gətirib tapdınız parlamentdə, aparıb qoyacaqsınız bir yerə, bir yerə, qayıtılan bir yerə. Ehtiyat edirlər, amma artıq bu günləri Bozqurtun bir rəmz olaraq hər kəs qəbul edirlər. Hətta bəlkə biraz hərbi seçimi qoyaq da başqa şey, artıq bizim xüsusi tiplərimiz vardır. Onun hissələrində bu başqa xüsusiyyətlər hissələrində də onu emblem kimi istifadə etmə başlayıbdır. Yəni bu bizim uğurlarımızdır. Biz düşüncəni ortaya qoyuruqsa, biz istəkləri ortaya qoyuruqsa, insan ömrü 50-60-100 il, bir gün qutarır, bitir. Yəni bu dünyadakı həyatından çox keçirir. Amma bu düşüncələr yaşayır. Atatürk bir cümhuriyyət qurdu, o prinsip yolunda bu gün dava gedir. Birisi Kemalizm adının üstünə gəlmək istəyir, amma millət üstünə gedir, onu aradan aparmaq qoymur. Biz də düşüncəmiz ortadadır, davamızı aparırıq. Biz bu günləri bütün Azərbaycan davasında Güneydə baş verən hərəkətlərə dəstək verməklə tikəcəyimiz o bütün Azərbaycan evini, dağıdılmış sadəcə bərpa olunacaq o bütün Azərbaycan evinin sağlam kəndlərə qoyacaq. Və sizlərə güvənirəm və hesab edirəm ki, səsimizi daha ucadan qaldırmalıyıq. Mən xahiş edirəm ki, Azərbaycanda bu məsələlərlə bağlı daha elmi müslaşmış şəkildə bir yanaşmalar ortaya qoyaq. Bizim partiyamızın artıq mərkəzi ciddi şəkildə sənədlər hazırlamaqla məşğuldur. Biz mütəmadi olaraq bu məsələləri beynəlxalq arayanda qaldırmaq üçün də mən də öz imkanlarını istifadə etmək çalışacağım. Avropada səslənsin. İnandıram sizə ki, mən istənilən Qarabağ dinləmələrlə bağlı son 2 ayda bir 6-7 Avropa ölkəsində oldum. Orada yeri gəlmişsə mütləq İrandakı baş verən hadisələr, o imperiyada, onun mahiyyəti və Rusiya mahiyyəti haqqında mütləq danışıram və bu məsələləri orada qarınmasına bərabər orada qoyuram. Amma mən həmişə irad tutmuşam və buradan da mətbuat hissləri varsa və yaxud da biz işbanlanacaqsa çağırış edirəm ki, insan hüquqlarına məxsus Azərbaycan təşkilatları saxta, yalancı, siyasi məhbus oyunlarından qıraq almaq istəyirlər. Mən deyirəm ki, tutulan adamlarla çox qüdrət olunmalıdır. Amma məsələn, Ərkən Hürmətoğlu siyasi məhbus kimi qələmə verən adamlar elin zindanlarında olan insanlarımız niyə siyasi məhbus kimi oyunlar olacaq? Mən çağırış edirəm ki, Güney Azərbaycanda həqiqdən məruz qalan, boyun kəndirdə olan, evin zindanlarında əziyyət çəkən insanların siyasi hazırlığı Trump istəmir, siz bizə dəstək verək, oradan alın. O insanların məsələsini qaldırır. Avropada başqa yerlərdə o insanları xilas edilmək üçün çalışar. 2 gün əvvəl Ərcəm Ərəmli söhbətimizdə mən biraz da duygusal olaraq əsəbləşdim. Dedim, bu məsələləri sürətləndirmək lazım. Biz hər gün gecikdikcə, hər gün kəndirə bir Azərbaycan türkünün boynunu veririk. Hər gün bir adamın asılmasını təmin edirik. Bizdən cinayətdir. Biz bu məsələlərdə yubana bilmərik. Əlimizdə olan bütün imkanlarla, bütün resurslarla hər gün bu proses üstünə getməliyik. Yəni, təqvim günü olaraqdan hərdən belə yığılmaq, dağılmaq yoxdur. Mən Məcəbəyə və onun sırasında biz Güney Azərbaycan Departamentində burada iştirak edən bütün dava iştirakçılarına hansı təşkilatda olması fərq eləməyəcək. O heç nə dəyişir. Əsas olan mahiyyətdir. Forma bir şey dəyişmez. Hamıya, Hakim bəy də buradadır, başqa dostlarımız da dünya əsası məşğullar. Hamısına təşəkkür edirəm ki, ardıcıl bir mübarizə aparırlar, amma razılaşaq ki, biraz özümüzə tənqidə yanaşaq. Məsələ vəziyyətə adekvat olaraq ortaya qoyulmur, adekvat davranış yoxdur. Biz Güneydə baş verənlərin Azərbaycan hakimiyyəti tərəfindən də dövlət siyasətinə çevrilməsinin nail olmalıyıq və Azərbaycan dövləti mütləq Güney məsələsindən bağlı olaraq ən azından alt yapıda doktrinində Güney məsələsini ortaya qoymalıdır. Bu günləri
bizim orada çoxluq etnik, çoxluq olan Azərbaycan türklərinin hüquqları pozulub, insan haqlarından bağlı ən azından bir səsi çıxa bilər bizim Azərbaycan dövlətinin. Heç kim protokol qaydasının üzünə tutub bu məsələdən geri çəkə bilməz və istimaliyyətin bu məsələnin təpkisi lazımdır. Biz çalışmalıyıq ki, hər hansı bir yerdə millətimiz varsa, Kuzey Azərbaycan Respublikası bizim ayağımızı qoyduğumuz yerdir. İstinad yerdir, dayağımızdır, silahımızdır, hər şeyimizdir. Biz bu rıçaqla millətimizin harada bir üzvü əzilirsə, nəinki qopulmalıdır, hər talında. Biz o dövlətin üstünə getməliyik. Harada bir fərqimizin boynu kəndən keçmək istəyirsə, bütün millət öz boyuna kəndini keçər kimi qəbul edilməlidir. Biz bunu Azərbaycan hökumətindən tələb eləməliyik və çalışmalıyıq ki, bu dövlət siyasətinə çevrilsin. Ən azından qonşu dövlət olan İran imperiyasında bir şeylər baş verir. Yeni şəkilləndirmələr vardı və yeni dünya quruculuğu məsələsində burada müəyyən bir proseslər başlayacaq. Biz bu məsələyə təbii ki, belə bir yana qala bilməliyik. Mən hesab edirəm ki, Azərbaycan diplomatiyası ləng və bu məsələlər bəzi hallarda onların hücumlarına cavab vermək məsələlər olmasa baxmayaraq, onlar da adekvat davranırlar və mən istəyirəm ki, bunu da mətbuat vasitəsilə mütləq dövlət məmurlarının nəzərinə çatdırılsın. Yəni, qorxunç siyasət yürütülməz. Azərbaycan özünün dostlarını və düşmənlərini net şəkildə müəyyənləşdirməlidir. Hər kəsdən bərabər tərəf saxlamaq olmaz. Azərbaycan özünün prioritetini sıfır qonşuluq siyasəti yürütməyinə baxmayaraq bizdən asılı olmayan, iradəmizdə olmayan səhvlərdir. Ermənistan ərazini işğal edir, Rusiya ona dəstək verir, hər gün bir oyun formalaşdırır, Gürcistanın yeni hakimiyyəti fərqli davranışlara başlayıbdır, İranın mahiyyəti ortadadır və s. Biz ona görə hər dövlətin bizə olan münasibətinə uyğun davranışına çəkilməliyik. Mən Hakim Əlisiyyə tənqidində kampaniya xəttində danışmamışdım, ona bir söz dedim. Dedim, sən görürsən sadə erməni, mürəkkəb erməni. Sadə və mürəkkəb erməni yoxdur, erməni var və bu erməni dövləti bizim üstümüzə qoyulma dövləti hücum edibdir. Onlar bizim düşmənimizi açıq şəkildə bəyan eləmək lazım. Xalqa anlatmaq lazım deyil. Xalqa yargıcı kompleks yaratmaq lazım deyil. Uşaqlar başa bu sadə erməni, mürəkkəb erməni. Bu tarixdə belə qalmır ki, biri sadəsi kənarda durdu, mürəkkəbi üstünə gəldi. Parsın sadəsi mürəkkəbi vardı, onun iradəsini ifadə edən dövlətin üstünə gəldi. Düşmən də adam məndən. O zamana kimi ki, mənim ədalətli statikomu tanıyacaq, bunu tanıyacaqdır. Qonşu olaraq hörmətindən yaşayarkən yana. Biz qonşuluqda etkiləməyəcəyik ki. Amma bugün hər şey öz adından deyilməlidir. Biz cəsarətli şəkildə bu məsələləri qoymağı bacarmalıyıq. Parlamentdə olan parlamenti qoymalıdır. Mən biraz təbaşıqdan kənar olsun. Mənim parlamentin ilk çıxışım Türkmənçay müqaviləsinin qüvvədən düşməsindən bağlı olaraq Azərbaycan parlamentinin o qüvvədən düşməsini tanımasından bağlı çıxışım oldu. İlk çıxışım bu oldu. Mən bununla başladım o fəaliyyətdən. Bundan sonra da istənilən tribunada sizin səsinizi çatdırmaq üçün o boğaz qollarını hazıram. Çox bəlkə uzun bir fikir oldu. Biz ən azından, yeni deyirəm, dünya üçün utançdır. 21-ci əsrdə bir xalqın dili uğrunda mübarizə gedir. Ayıb bir şey yəni. Bunun artıq bu 21-ci əsrdə bunun səslənməsi özü bir ayıbdır. Biz bunu hər formada istimaləşməsini dünyanın müxtəlif yerlərinə, qulağını tutmağa, qulağı tutub gözünü göstərmək istəyən dövlətlərin qulağına bağırmalıyıq və hesab edirəm ki, mən indi parlamentdə bir məsələ toxunacam. Hesab edirəm ki, hər hansı bir dövlətində biz münasibətlər saxlayanda, müqavilələr bağlayanda, neft kontraktları bağlayanda, başqa şeylər eləyəndə bu məsələni də ortaya qoymalıyıq ki, siz bizim xalqımızın 30 milyonluq insanların haqqı ilə bağlı olaraq ədalətli mövqelər tutmasaq, həmin müqavilələrin qüvvəsinə qalıb qalmamasına yenidən baxmaq məcburiyyətində qalacaq. Mütləq qoymaq lazım. Mən bunu parlamentdə qaldıracağım məsələni və hesab edirəm ki, Kuzey Azərbaycan resurslarının hansı formada olursa olsun, bütün məsələlərdə siyasi ritorikadan istifadə etmək lazımdır və güneydəki insanların sahib çıxmaq lazımdır. Dünya budur. Sən güc göstərməsən, mən rəhmətli Yetişbəyinin bir məsələdə heç razılaşamadım. Bəy deyirdi ki, haqlı olan güclüdür, mən də dedim güclü olan haqlıdır. Bəy düz deyirdi, haqlı olan güclüdür. Amma o, haqlı olanın güclü olduğu üçün söyləməsi güclü olmaq lazımdır. Biz güclü olmaq məcburiyyətindəyik. Mən ona çağırıram, ətrafımızda olan hər kəsdə öz resurslarını güclü olmaq üçün hazırlasın. Mən çox təəssüf hissi ilə və məyusluqla bu günləri dilimiz haqqında belə danışmağı işarə edirəm, amma buna baxmayaraq həm də o inandayam ki, bu cür məsələlər bizim həm də ayıq qalmağımız üçün mübarizə çağıran bir input rol oynamalıdır. Biz buradan düşməməliyik, toparlanmalıyıq və üstlaşmış şəkildə problemə üstünə gitməliyik.